Salam aleyküm əziz izləyicilər, əziz idman sevərlər. Çingiz Pəhləvan biraz tələsdi. İkinci hərəkətdə bırakıb, orada da biraz tənqid edib məni. Deyib ki, babadan bundan sonra 100 dənə gəlsə də eləyə bilməz. O sözlə razılaşmıram. Çingiz, bu idmandır. Gəncləri biz motivasiya veririk. Gözəl rəqabət aparırıq, qardaş. Sənin işin ayrıdır, mənim işim ayrıdır. Bunu hamı bilir onsuz da. Ben bilek güləşçisiyəm, sən pəhləvansan, sən girlərlə yatıb durursan. Mən baxıram, sən maşallah olsun, pis demirəm ha. Daşlarla yatıb durursan, sən o hərəkətlər sənin üçün eləməlisən də. Onlar bizim üçün elə bir maraqlı deyil, məsələsi, önəmli bir şey deyil. Amma indi görürəm ki, doğrudan da o sənin ikinci hərəkətini mən baxdım, ağır hərəkətdir. Adam Allah var, malades sənə, eləmirsən. Amma mən onu eləyərəm. Məşq eləsəm, eləyərəm qaqayını. Hər kəsin öz işi var da. Amma mən onu proqrama saldım, dönəndən salmışam. İnşallah çalışacağım ki, vaxt demirəm, amma eləyəcəm onu, nə vaxtsa eləyəcəm. Çünki sən ona illərimi sərf eləmirsən, qardaşım. O 1 ay, 2 ay, 5 ay olan şeylər deyil. İnşallah onu çalışarıq biz də. Söz vermirəm, amma çalışacağım ki, eləyim. Çünki bizim işimiz var. Mən məşqçiyəm, müəllimlər, uşaqlar var, tələbələrim var, özüm məşq edirəm. Ona vaxt ayırmaq lazımdır, sən kimi. Genç pəhləvansan qardaş, yaxşısan, güclüsən, malades. O, indi bir dənə hərəkət eləyəcəm. Keçən dəfə yayında danışdıq ya, səninlə yayında dedin ki, Abidin də dedi ki, baba, spiska çöpü nəzən uzanıb dura bilməzsən. Dedi, yoxlayacam hərəkəti, 32 kiloya görə alınacaq, alınmayacaq. Canı soğusun, idman da alınmayacaq deyəcəm, alınmadı da, hər kəsin öz işi var. Çingiz Pəhləvan. Sen o ikinci hərəkətdə tələsdin. Biz dedik axı ki, birinci sən edirsən. Sonra mən dedim sənə ki, bizim hərəkətimiz olacaq da. Sən onu eləyib bunu eləsəydin daha yaxşı olardı. Eybi o, tələsmirsən, gənc pəhləvansan. Mən sən həmişə balet edirəm, bir pəhləvan kimi, gənc pəhləvansan. Yenə deyirəm, qoymursan Azərbaycanda pəhləvanlıq məhv olsun, pəhləvanlığın kökü kəsilsin, sən maşallah gəncləri. Yani biz de eyni amaldayıq, eyni fikirdə gözəl qardaş. Gəncləri qısa məllərdə uzaq tuturuq, idmana cəlb edirik, çalışırıq ya da idmana cəlb edirik. Bilirəm ki, sən də rayonda, Göyçayda bu işlə məşğulsan, gözəl qardaş. İnşallah mən bu hərəkəti eləyəcəm. Görək alınsa yaxşı olar, alınmasa da canın sağ olsun. Yaşı da nəzərə alın, yəni yaş da var. Eybi o, cavan olsaydım mən daha da yaxşı hərəkət eləyərdim. Eybi o, yəni mən yaşın çox önəm vermirəm, mən idmandayım, amma mənim idmanım Çingiz Pəhləvan, bax buradır, bax. Bu masadır mənim idmanım. Sonda sənə söz deyəcəm, hələ yox, sonda deyəcəm, hələ gözləyirəm mən. Sonda sənə deyəcəm axırda sözümü. İnşallah sənə uğurlar arzu edirəm, Çingiz Pəhləvan, davam elə, yaxşısan, maşallah güclü pəhləvansan, yaxşıdır. Bundan sonra mənim o elədiyim hərəkət var, eləyəcəm ha. Bundan sonra sənlə, səni kimilər nə qədər gəlsə də eləyə bilərsən. Niyə eləyə bilmirsən qaqa? İdmançıdır. Azərbaycanda elə oğlanlar var ki, o sənin o ikinci elədiyin hərəkəti var ha. Bir saniyə eləyərlər. Elə oğlanlar var Azərbaycanda. Şəxsən mən tanıdığım dostlarım var ki, çox güclü oğlanlar var Azərbaycanda. Elə şey yoxdur, eləyə bilməz. Eləyə bilər. Hamı eləyə bilər qardaşım. Məşq eləsə, əziyyət çəksə, eləyərlər. Sağ ol gözəl qardaşım. İnşallah görüşəcəyik. Getdik. Aha, az kaldı. Talaşma malım. Talaşma, güzel, talaşma. Az kaldı. İndi kal. Talaşma. Az bir şey kaldı, talaşma. Ehtiyatla rahat. Talaşma. Atalaşma. Gel bura. O sikiden çoktu. 750 gram. Bak kaldırma. Ben dedim bunu eləyəcəm ve elədim.